Zəbt olunmuş torpaq sahəsi, dövlət mülkiyyətində olan torpaq sahəsi, bax budur. Baxın, bütün hamısı bax, hasarlanıb. Bizə burası ağaclardan, setka və ağaclarla tutulub. Bax, təxminən 15 metrə. Qalan hamısı dəmir hasarlarla hasarlanıb. Düz sona qədər, axıra qədər bütün quruğa boy. Baxın, görürsünüz. Qarşı tərəfdə də var, əgər görə bilsəz. Oradan da görünür. Bu boyda hektarla bax torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi zəbt olunub. Yaşayış üçün, yaşayış sahəsi üçün təyinatı bu cürdür bu torpağın. Mən də bir vətəndaş kimi nə oğlum üçün ala bilmirəm, vətən müharibəsi veteranıdır, nə digər sakinlər istifadə edə bilmirik bu torpaqdan. Səbəb isə qanunsuz zəbt olunaraq bax belə hasarlanmasıdır.